children and teenagers should help their parents with housework. Doing housework teach them important life lessons. From an early age, children can do small jobs, cleaning their rooms, making their beds, or setting the table. This teaches them a respect for work and show that everyone's help is needed in the family. As children grow, they can do more, such as cleaning the table and washing dishes. It is important to give them housework Suitable. suitable for their age and to show them how to do tasks for the first time. İndi mənə doğrucan. Suallar vereyim. Yes, People nedir? insanlar. İnanırlar ki Believe that uşaqlar children and teenagers should help their parents should that onlar gərək valideynlərinə ev işlərində kömək etsinlər. aha, doing housework teach them nə deməkdir? Ev işləri görmək onlara öyrədir ki, Important life lessons nədir? vacib həyat dərsi. Düzdür. From an early age nədir? Gənc yaşdan. Children can do small jobs nədir? Uşaqlar balaca iş görə bilir. Aha, such as cleaning their rooms nə deməkdir? Balaca işlər dedikdə stolu təmizləmək. Biraz lövhəyə tərəf dur, ekran görüm. Lövhəyə tərəf dur. Aha, biraz da dur. Biraz da. Aha, yaxşıdır. Grow nə deməkdir? Children grow. Grow, böyümək. Aha, Uşaqların böyüməsi. they can do more. Uşaqlar böyüdükdə çoxlu edə bilirlər. Aha, clearing the table Stolu təmizləmək. and washing dishes. Qabları yumaq. Aha, it's important nə deməkdir? O çox mümkündür. Aha, to give them nə deməkdir? Onlara vermək. Housework suitable nə deməkdir? Ev işləri önəmlidir. Arzu, housework suitable nə deməkdir? Suitable, Uyğun. ev işləri uyğun olmalı. Uyğun ev işləri vermək. Uyğun ev işləri vermək, yəni For their age, onların yaşına görə. yaşı üçün. To show them nə deməkdir? Onlara göstərmək. Aha. Yaxşı. How to do tasks nə deməkdir? Birinci dəfə ev Sadə işlərini- tapşırıqları yerinə yəni sadə tapşırıqları necə etmək lazımlığı onlara göstərmək. Aha. First time nədir? Birinci dəfə, Second time. ikinci dəfə, Third time. üçüncü. Learning to cook nə deməkdir? Yemək bişirməyi, Aha. Clean the house. evi təmizləmək. Aha. Do laundry. Laundry. Aha. Paltarları yumaq. Paltarı. Aha. Read the passage nə deməkdir? Mətin oxu. And answer the questions nədir? Suallara cavab ver. Thank you Aydan. Thank you so much. Kamsahamnida. O neydi? In Korean people says kamsahamnida. This means that thank you. Thank you very much Aydan.